Bu girdirməsi də 12 manata. Görürsünüz, əynimdəki isə bax 40 manatlıqdır. Bax %100 kətan. Nə oldu? Problem yoxdur. Götür, gətir, qaytar. Bax 12 manata. Görürsünüz? Bax bunlar. İndi həmişə deyirəm, girdirməsi də var, orijinalı da var, nə də var. Bu boşdana mağazamda mən hər cür şey satırım. Mən girdirmə var deyirəm, bu deyir ki, yoxdur bizdə girdirmə. Mən o mənada deyirəm ki, bunu cəmaatı satırlar 18 manata. Düzdür qıqa? Bunu da satırlar 65-70 manata satırlar da. Yəni qıqalarım hamı komentarda yazıb ki, mən bu qiymət almışam, o qiymət. Daha inanmayanda gəlib gözü ilə də baxıb gedir. Bunlardan təkrar gəldi, qarası da gəldi, ha bax onu da deyir. Bir də ki, ücretdən maşallah olsun, dənizin vaxtı gəldi də daha. Kostyum şalvarla dənizə girə istəyirsə, gəlin qəşə bir dənə belə 5 manata, 3 manata, 2 manata. Qiymətlərdə 3 manatdan başlayır. Sonra şəhərə geyinmək üçün kombat şortlar 20-25 manata, 18 manata. Futbolkalarımız da var, belə 11 manat olan var. Arkası yazılı olan, orada da futbolkalarımız var. Koftaların qiyməti 9 manatdan başlayır. Hə, bir dəfə. Tamam. Bax, cins şortlarda 18 manatdır. Bax, bunlar hansındandır? Diqqətlə Uzun baxın. olanlar da var, kısa olanlar da var. İndi bəzi rayonlarımızda, bölgələrimizdə biraz şort geyinənə pis baxırlar. Ona görə də biraz uzunun gətirmişik. Bax, o zonaya gedəndə misal üçün biraz uzunun geyinir. İndi lazımdırsa bir şortkə görə çox söhbət olur. 10 manata, 9 manata burada geçen vaxt futbolkalarımız da var. Hə, probka yaratdın orada, keçdir. Hər bir kəsi gözləyirik ekspresdə. Buyurun gəlin, buyurun gəlin. Buyurun gəlin, xoş gəlin.